edə bilirlər. İsakoçi 11-ci əsrdə yaşamış bir Yunan olub və İslam dinini öyrəndikcə o qədər alidə olub ki, və ərəb dilini o qədər mükəmməl öyrənib, belə bir əsər yazıbdır. Bu, İslam məntiqi haqqında bir elmdir. Balakənin mədrəsəsində ondan dərs keçirir. Bugün Salvan balaca bir kənddir. Çox üzr istəyirəm, çox da geri qalmış, bəlkə də heç məktəbi olmayan bir kənddir. Amma sizə baxın nə deyirəm, 1700-cü ildə o mədrəsəyə başqa bir ölkədən gələn adam məktubunda üzə çıxdı, deyir ki, doğrudur, Katex mədrəsəsi daha yüksəkdir və daha üstündür. Amma ən azı burada mədrəsə var idi. Və keçirəm Katex mədrəsəsinə ki, Katexdə bugün adını biraz deməyə narahat olduğu, biraz xoş gəlməyən bir ifadə ilə bir oba var Katexdə, Katex çayın kənarında. Orada bir mədrəsə binası var. Mədrəsə binasının üzərindəki kitabəsi bugün də dururdu. Çox təəssüf ki, mədrəsə binasındakı daş çıxarılıbdı yaxınlarda. Amma onun kirəxanasındakı kiçik məscidindəki daş dururdu. Orada yazılmışdı. Hicri 1129-cu ildə təmir edildi. Yəni kiminsə adına bura mədrəsə oldu. 1129-cu il, 1700 təxminən 52-ci il olur. Sizə dediyim az qala 300 ilə qədər bir tarixdir. Və onun kirəxanası sanki ora onlar təhsillərini bitirdikləri zaman bir sınaq dönəmləri, bir ruhani sınaq dönəmi idi. Və buranı bitirən insanlar sıradan biriləri deyildilər. Hər birisi gerçəkdən alim idi və sizə onların bir neçəsinin adlarını çəkəcəm ki, bugün də mən belə, bayaq müəlliməyə də deyirəm ki, bəzən kitabları vərəqləyəndə belə utanıram özümdən ki, mən də alim adlanıram. Amma o adamlar kənddə oturaraq, bəlkə də heç böyük şəhərlərdə olmayıblar, Ömər İbn Məhəmməd Əl-Katexinin 50-yə qədər kitabın içərisində 7 dənə əl yazması ona aid olan İslam hüququ, İslam şəriəti, İslam məntiqi, nücum, astronomiya haqqındakı kitablarını gördük və heyrət elədik. Deyirsiniz ki, hakiməm, siz ərəbcəni bu qədər mükəmməl bilirsiniz. Yox, etiraf edeyim ki, o qədər mükəmməl bilmirəm. Amma hər zaman yanımda bir ərəbşünaslar var və onların da adları sizlərə deyirəm, biləsiniz. Allah qəni rəhmət eləsin, Zaqatalada çox böyük bir ilahiyyatçı alim var idi. Çox təəssüf ki, cəmiyyət onu görmədi. Məhəmməd Şabanoğlu. Onun atası 30 il Zaqatalın imam olmuş böyük bir əfəndi idi. Məhəmməd Şabanoğlu'nun evindəki kitabxananı mən görmüşəm. Mən kitabxanalar görmüş bir adamam. Amma mən yalnız Əlyazmalar İnstitutunda o qədər qiymətli şeylər görmüşəm. O qədər qiymətli və qeyri-adi ki, təsəvvürünüzü gətirə bilməzsiniz. Onunla bir yerdə araşdırmışdıq. Əhməd Niyazov bugün İslam Universitetinin rəhbərliyində olan bir böyük professorumuzdur. Yəni Türkiyədən, Azərbaycan sahilən seçilən. Onunla bir yerdə və bir də bayaq adını çəkdim, Zahir Orucov hal-hazırda isə Zaqatalada İslam Universitetinin indi kollecdir və akademiyanın elmi işçisi olan Ələddin Sultanov, ilahiyyatçı alimdir. Biz onunla bir yerdə araşdırırıq bunu. Çünki tək başına qərar vermək bu məsələlərdə xeyli çətindir və bir məsuliyyət tələb edir. Onun üçün biz birlikdə bu məsələləri araşdırıb ortaya qoyduq və indi tədricən anlatmaq istədim ki, 19-cu əsrdə Rusu belə heyrətə gətirmişdi ki, bu vəhşi dediyimiz Qafqazdakı elm, mədəniyyət özü də müsəlmanların arasında. Baxın, o mədrəsələrdəydi. Hər kənddə bir neçə məktəb var idi və biraz geriyə dönmək istəyirəm. Mən Strabonun, Yunan coğrafiyası Strabonun Coğrafiya adlı bir əsəri var. 17 bölmədən ibarət, onun 11-ci bölümü bu bölgədən bəhs edir, yəni Balakən, Zaqatala, Qaxdan bəhs edir. Yazırdı ki, burada hər, yəni obada deyək də, hər obada, hər tabunda çox sayda məbəd var idi. Göydəki ulduzların sayı qədər yerdə məbədlər var idi. Yəni, öncələr məbədlərin yanında məbəd kahinlər və onların şagirdləri yetişdirilirdi. Daha sonraki dönəmlərə gəlirəm, sizlərin yadınıza salacağım bəzi şeylər ki, sonralar İsa Peyğəmbərin qardaşı Yakov və Yakovun şagirdi Yelisey bu bölgədə xristiyan dinini onlar yaydılar. Təxminən bizim eranın 54-cü ildə. Yəni deyirsiniz ki, illər, mən bu illəri deyə bilmək üçün 40 ildir, yəni bunun üzərində çabaladım və nəhayət bu ili daha qəti şəkildə deyə bilirəm. Çünki bugün Qaxdakı Qum kəndində Bazilika dediyimiz Qafqazın ən böyük məbədlərindən birisi məhz həmin o İsa Peyğəmbərin şagirdinin Yeliseyin
öldürdüyü yerdə inşa edilib. Bilirsiniz ki, Mömin Vaçaqan, yəni Alban tarixində əvəzsiz bir hökmdar idi. Və Mömin Vaçaqanın bir fərmanı var idi. Bütün uşaqlar dövlət hesabına kilsə məktəblərində oxudulsun və gün ərzində onların bütün yiyəcəkləri təmin edilsin. Başqa dinlərdən, bütpərəstliklərdən ora keçirmək üçün öz dövrünün mütərəqqi dini idi Xristiyan dini. Və xatırladıram ki, dünyanın bir çox yerlərində Latın Yunan Akademiyası sözü var. Hətta Lomonosovun yəni oxuduğu yer deyək ki, Arxangelskdə sorulmasında da deyilir ki, o Latın Yunan Akademiyasında oxumuşdu ki, bu qədər bilgilərə sahib olmuşdu. Kilsənin nəzdində əvvəlcə ibtidai məktəb var idi, sonra Latın Yunan Akademiyası. Niyə Latın Yunan Akademiyası? Çünki ilk dövrdə Evangeliya, xoş xəbərlər, yəni bizim bildiyimiz xristiyanların kitabı Bibliya Suryani dildə gəlirdi. Yəni o dildə yazıldı, ilk variantı. Daha sonra Roma bilirsiniz ki, 325-ci ilə qədər qadağalar qoymuşdu, 325-ci ilə qəbul edəndən sonra artıq burada Latın dilinə və Yunan dillərinə də tərcümə edilməyə başlanmışdı. Odur ki, Latın Yunan dillərində olan kitablar həmin Mömin Vaçaqanın inşa etdirdiyi Qaxdakı məbədin nəzdində olan Latın Yunan Akademiyasına tərcümə edilirdi, o cümlədən Alban dilinə də. Və sizlərə məlumat üçün bunu bildirirəm və çox təəssüf edirəm ki, bu günə qədər Azərbaycan tarix elmində Zaza Aleksiyevcə deyilən bizim qonşu Gürcüstanda yaşayan bir alimin əsəri araşdırılmadı. Çox təəssüf edirəm ki, Gürcüstan 4 dəfə Sinay yarımadasına ekspedisiya göndərdi və biz onu bu günə qədər eləməmişik. Çünki Alban dilində olan orijinal yazılar Zaza Aleksiyevcə heyrət içində deyirdi ki, bu çox yüksək bir elmli yazıdır. Və üstəgəl orada yazılan yazı pergamentə yazılmışdı. Və deyirdi ki, 3 sətrin əvəzinə 1 sətr, yəni o qədər aralı yazıldı. Pergament çox baha başa gəlirdi. Deyir, bunu yalnız varlı bir dövlət, varlı bir hökmdar eləyə bilər. Kim ola bilər? Albanlar ola bilər. Yəni, Gürcü akademikinin yazdığı söz bizim xeyrimizədir ki, biz ən azı bunu araşdırmam, bunu sizə niyə deyirəm ki, mən sizin içinizdən birinizin yetişməsini və mənim çatdıra bilmədiyim, bacarmadığım şeyləri birinizin davam elətdirməsini umuram hələ də. Və davam edirəm ki, biz, bax, Nizami Gəncəvi ilə bağlı fikirlərdə, o əsərlərində belə bir qeyd var ki, mən yəni 7 dildə olan mənbələri, qaynaqları istifadə elədim, süzgəcdən keçirdim, sıxdım suyunu və 7 dilin içərisində Latın Yunan da vardı. Və Ziya Bünyadov 1982-ci ildə aprel ayının 22-sində yazdığı məktubun orijinalı Qaxdakı muzeydə saxlanır. Orada bir beyt var. Əz-Kuhistan şəhri qum. Bu, Nizami Gəncəvinin dilindən fars dilində yazılmış bir cümlədir. Mən dağların qoynundakı Qum şəhərində doğuldum. Və akademiyada bunu bir növ dedilər ki, Akif Məmmədin, sən sübut edə bilərsən bu deyilən sözü. Bəli, aylarla araşdırmadan sonra həmin məbədləri araşdırdım və qərara gəldim ki, bu doğruymuş. Çünki Nizami Gəncəvi haqqında Səddiq Paşa Pir Sultanlı ədəbiyyatçılar bunu bilir. Bu folklorşünasdır, bildiyim qədər Gəncə Pedaqoji Universitetində eşitdi, sonra bir müddət kesin Amerikaya köçmüş oldu. Səddiq Paşa Pir Sultanlı Nizami Gəncəvi dövrün folklorunu araşdırırdı. Nizaminin dilindən və dövrünün sakinlərin dilindən bir ifadə vardı ki, Nizami gelin. Biz yayda qumun qoyun quzularını, qumun yaylağında, qışda Qıpçağın çöllərində otarardı. Yəni, Qıpçaq qaxın aşağısında nisbətən şoran bir çöldür ki, orada qoyun quzu daha yaxşı, daha sağlam çıxır yaza. İkinci bir sübutumuz, Nizami Gəncəvi qeyd edir ki, doğulduğum Qum şəhərindən ünlü olduğum Gəncəyə 15 fərsəx yol getdik. 15 fərsəx bizim bildiyimiz təxminən 106 kilometrə yaxın eləyir. Qum kəndi ilə Gəncə arasındakı məsafə təxminən buna bərabərdir. Xət keşi qoyub ölçsəz, indi avtomobil yolu çox dolanır, bəlkə də 250 kilometrdən çox dolanır, amma xət keşlə çəkdiyimiz zaman yol bu şəkildə deyildi. Bu daha bir sübutuydu, amma təəssüf ki, mənə bu fikri hələlik bir kənarda qoymağı tövsiyə elədilər ki, bilirsiniz, problemlər yaranmasın. Biz bəzən problemlərin yaranmasından ehtiyat edilərək gerçək elmi dəyərləri ortaya qoyuruq.
Yəni bu bölgənin tarixində bu qədər dəyərli bir şeylər var. Başqa bir məsələyə gəlmək istəyirəm ki, yəni bu baza hardan idi? Fon Plottonu burada məktəb bu qədər yüksəkdir deyilən nə idi? Daha bir təəssüf edəcəyim şey, uzun müddət, təxminən 8-10 il ərzində Zaqatalanın Əliyabad kəndi ilə Balakən arasında 8 kilometr təxminən məsafədə Əski Bazar adlanan bir qədim yurt yeri var ki, 1616-cı ildə Şah Abbas Osmanlılarla müharibədə bu şəhəri dağıtdı, yer üzündən sildi. Həmin şəhər bugün Şəki şəhəri nə qədər bölgə üçün əhəmiyyətlidirsə, mədəni və inkişafı varsa, institutu, universiteti, texnikomu varsa, həmin şəhər o idi. Nə dediyimə diqqət edin. Və 1538-ci ildə Şah İsmail Xətayin oğlu Şah Təhmasibin fərmanı ilə 8 Səfəvi şəhərində pul kəsilirdi, birisi həmən şəhər idi. Həmin şəhərdə kəsilən pullardan onlarla nümunə mənim balaca o yazıq muzeyimdə də var. Və o muzeydə həm də bir möhür üzüyü var ki, bu möhür üzüyü Səlcuqlu dönəmində dəftərxanada olan möhür üzüyü kodlaşdırılmış. Yəni bölgə siyasi, strateji cəhətdən son dərəcə əlverişlidir. Təbii ki, hər bir iri imperiya bu bölgəyə sahib olmaq istəyirdi. Və başqa bir şey deyirəm, sizin heç əhəmiyyət vermədiniz. Mənim də son dövrlər başımın çox bəla çəkdiyi, çox sevimli və sevgili Böyük Qafqaz sərdi var, qalıqları Katifdə qalan, yolun qırağında. Bu sərd Şəki yaxınlığından başlayıb Telavın yaxınlığına qədər 120 kilometrdən çox davam edibdir. Və bunu Qubat, sonra da Xosrov Əl-Müşirəvan Sasani hökmdarı inşa etdiribdir. Hündürlüyü 8 metrə qədər, qalınlığı aşağıda 2 metr yarım, yuxarıda gördüyümüz 7 metr yarıma qədərdir. Edinburgh və Cambridge Universitetinin 2 professoru keçən il sizin müəllimi, Akif müəllim, yəni sıradan bir müəllim olsa da, orada görünür, dünya üzrə sərdlər və qalalar araşdırdığı zaman yazdığım fikirləri eşidib adamlar bura gəldilər. Biz günlərlə o səddə araşdırdıq və bu il əgər qismət olsa Balakəndə Edinburgh Universitetindən bir yerdə arxeoloji qazıntı aparılacaq və bu mənim gün həyatımda nail ola biləcəm, bəlkə ən böyük şeydir. Yəni sizə adi gəlməsin, onun bir maddi qazancı yoxdur, amma elə bir universitetlə bir yerdə əməkdaşlıq eləyə bilmək. Həm də yəni sizə bir sevinç hissi ilə deyirəm ki, Edinburgh Universiteti bugün sizin müəlliminizin də imzası olacaq bir məqalə üzərində bölgənin tarixi ilə bağlı. Təbii ki, öncədən də gəlmişdik, eləmək istəmirəm. Bəzən yazdığım şeylər biraz uzun zamanda bir narahatçılıqlar yaradır ki, tələsirsiniz deyə. Amma ömür gözləmir. Və 11-ci əsrdə Səlcuqlu dönəmində Zaqatala ərazisində, Balakəndə daxili ərazidə Səlcuqluların uc bəyliyin olduğu haqqında qəti qənaətim var və burada artıq mədrəsələrin daha mükəmməl formasının olduğuna qəti əminəm. Və digər bir detala gəlirəm, bundan bir həftə əvvəl biz Şəkidə Mədəniyyət Nazirliyinin nümayəndələri ilə, İcra Hakimiyyətinin nümayəndələri mənim də çəkilişində iştirak elədiyim və yazısının böyük əksəriyyətini yazdığım Yunus Emre haqqında bir kitabımız və bir filmimizin bir təqdimatı oldu. Türkiyədə Atatürk mükafatına layiq görülsə də, yəni mən bəzi zaman imkansızlıqlar üzrə iştirak edə bilmədim. Bu bölgənin tarixinin qısa bir hissəsini, ideolojisini, ruhaniyyətini o kitaba və o filmə keçirdim. Yaxın günlərdə mən bu bir həftə biraz dolu olacağım. Bir həftə sonra uyğun görsəz mən o filmi sizə təqdim edərəm, göndərərəm linkini, necəsiz. Yəni bir yerdə baxmaq olar. Çünki sizin müəlliminiz olaraq orada 8 məzarı var. Amma gerçək məzarın qatda olduğunu dəfələrlə dedilər və mən bunu sübut elədim. Türkiyənin bir neçə kanalı da buna əmin oldu. Və son detallı deyirəm ki, Abdullah Gül Türkiyənin prezidenti olduğu zaman Qəbələdən birbaşa gəldi, oraya çiçək qoydu. Bu sıradan bir məsələdir. Bir dövlət başçısının ən azı 17 istihbarat, gizli informasiya mənbələri var. Yəni doğru olması. Və niyə? Türkiyənin heç yerində Yunus Emre bu qədər bizdəki qədər sevilir. Türkiyənin heç yerində mövlüd məclisləri bizdəki qədər səmimi, sadə, içdən gələn, Allaha xitab olunan Yunus Emre'nin ilahələri ilə bəzədilir. Və bunlar da sübutların biriləridir. Və bayaqların adların çəkdiklərimə başqalarını əlavə eləmək istəyirəm. Siz bəlkə də biraz yaxşı görə bilmirsiniz, amma mənim gücüm çatan əlində olan budur. Bu adam Molla Məhəmməd Əl-Balakani Ət-Talali imzası ilə onlarla kitabın müəllifi olan böyük alimdir. Balakən məscidinin imamı olubdur bir zamanlar.
və bir neçə il Sibirdə sürgün olubdu. Molla Məhəmməd Əl-Balakani Ət-Talali, yəni Balakənli olduğu və Talalar kəndinə aid olduğu bildirilirdi. Qəribəsi odur ki, onun atası Molla Abdullah Əl-Balakani Ət-Talali 19-cu əsrin ortalarında, yəni gəncliyindən belə tanınan bir elm adamıydı. Onun da atası Hacı Bayram Əl-Balakani Ət-Talali bir ailədə 3 böyük alim yetişdilər və sizin bəzilərinizin tanıdığı birisidir. Təsəvvür edirsiniz ki, bu adam Əyyub müəllimin babası, Əyyub müəllimin 3-cü babası Molla Bayram. Çox təəssüf ki, yaxına qədər Əyyub müəllimin özünün belə bundan məlumatı yox idi. Bura gətirdiyim 2 kitab var ki, bu kitabların birisi Molla Abdullah'ın, yəni Molla Məhəmməd Əl-Balakani'nin, təsəvvür edin ki, əl yazmalarıdır və kitabın yazısı, kaligrafiya, bu yazı üslubu Əhməd Niyazov məndən çox böyük alimdir və Əhməd Niyazovun fikrinə görə Balakan və Zaqatalada ərəb dilinin yeni xətti yaradılıbdır. Tala, Balakan, Zaqatala xətti. Bu elmə gətirildi. Yəni, siz düşünün ki, ərəb elminə, ərəb dilinə Balakan, Zaqatala yenilik gətirildi. Biz bugün öz dilimizdə belə oxuyub bir əsər yaza bilmirik. Adamlar ərəb dilini nə qədər öyrənirdilər ki, və burada rast olunan kitabların böyük əksəriyyəti ərəb dilinin qrammatikasına aiddir ki, mədrəsədə öncə bunlar keçilirdi. Kitabların birisi uzun zaman babamın oxuduğu kitabıydı. Çünki babam da bizdən gizlədi. Kitabın adı Saduddin'dir. Sonra məlum oldu ki, Hacı Mehdi Əl-Balakani 1872-ci ildə kitabı tamamladım yazıldı. Mən bunu gələn bir alimlə bir yerdə o araşdırıb mənə izah elədim. Mən həqiqətən heyrət elədim. Bugünə qədər deyək, təxminən 15 ilə bərabər xəbərimiz olmayıb ki, babam niyə bu kitabı oxuyub? Biz elə bilirik ki, o Qurandır. Evlərdə olan kitabların böyük əksəriyyəti sadəcə Quran deyil. Qurandan bəhs oluna bilər, amma İslam elmi idi, bu şərq elmləri idi. Onlar əksəriyyətin içərisində də astronomiya vardı, fizika vardı. Yəni siz təsəvvürünüzə gətirməyəsi bir şeyləri demək istəyirəm sizə. Dünyada bilirsiniz ki, ilk raketi, ilk təyyarəni, ilk o sahədə ixtiraları şərqdə türklər və müsəlmanlar bunu həyata keçiriblər. Və Salkovski deyirlər ki, ilk raketi mən o sahəni az bilirəm. Amma bilirsiniz, siz Qalatasaraydan, yəni ilk dəfə raketlə adam digər sahədə uçmuşdu. Çələbi, Çələbilərdən də var. Demək istədiyim nədən ibarətdir? Biz birazca bu cür elmimizin üstünü örtən kolu təmizlədikcə onun altından bir düğün çıxır ki, yəni bizim o mirasın sahibiyik mi deyə adam biraz ondan narahat olur, biraz ondan xəcalət çəkir ki, orada nələr vardır. Və bu günə qədər buradakı elmlərin müəyyən dərəcədə deyək ki, biraz qapalı saxlanması, bir batıl elmi kimi saxlanmasının səbəbləri var. Bu, Rusiya imperiyasına gələn siyasət idi və daha bir incə nöqtəyə toxunuram ki, mən son dövrlərdə daha bir şey öyrənə bildim ki, deməli, siz bilirsiniz, 1863-cü ildə Zaqatala qalasında Rusiyaya qarşı, Rusiyanın xristiyanlaşdırma siyasətinə qarşı üsyan rəhbəri Balakənli Hacı Murtuz olubdur və Evdə Şəhidlər Xiyabanının önündədir. Və Hacı Murtuz necə olur ki, bu qədər böyük imperiyaya qarşı çıxa bilir balaca bir əyalətdən? Və Hacı Murtuzun gücü nədə idi? O sadəcə mən öncə düşündüm, o hərbiçi də hərbini yaxşı bilir, amma məncə onun daha çox ruhaniyyətinə, elminə, biliyinə, iç enerjisinə bağlı idi. Hacı Murtuz bölgədə çox az araşdırılan zikirçilik yolunun, təriqətinin liderlərindən birisi oldu. O ilk dəfə Çirkənistanda Kunta Hacı tərəfindən əsası qoyulmuşdu və mən maraqlı bir müqayisə edirəm bugün o fikri, bir gün bəlkə biriləri onu davam edəcəklər. Yunanistanda peripatetiklər məktəbi olubdu ki, dünyanın ən məşhur filosofları orada yetişiblər. Peripatetiklər niyə idi? Onlar müəllimin ardınca bağda, yəni məktəbin həyətində müəllimə tam alüdə olmuş bir şəkildə müəllim gəzə-gəzə onlara mühazirələr söylüyor. Günortaya qədər bir sinif, günortası digər sinif onun ardınca yazırlar. O açıq havada olmaq, təbiətdə, səma altında ola bilmək və müəllimin aurası, bir də onun nitqi
o kadar uşaqları cəzb eləyir ki, bu yeni bir növ idi. Yəni gəzişə dərsi elmi öyrətmək. Əslində bu zikirçiliyin əsasında peripatetiklər məhkum iyun ayının 4-dən 5-nə keçən gecə Danakçı meşəsində oxuduğum sənədləri deyirəm sizə. Danakçı meşəsində sonuncu dəfə təlimatlar verilir Hacı Murtuz tərəfindən və Hacı Murtuz ağ kəfənlə gəlmişdi o görüşə. Və çox maraqlısı odur ki, bugün də yəni heyrətlənirəm ki, Polyak mənşəli Dambrovsk adlanan bir zabit də eyni Hacı Murtuz kimi kəfən geyinib gəlmişdi. Polyaklar katolikdirlər. Katolisizm Hristiyan dilində çox agresiv bir təriqətdir. Baxın, o təriqətin adamları belə gəlib deyir ki, Balakən Zaqatala uğrunda ölmək mənim üçün şərəfdir. Polşanın azadlığı mənim üçün nə qədər şərəfdirsə, Balakən Zaqatalanın azad olması o qədər şərəfdir. Və onlarla Polyak bilirsinizmi niyə? Çünki o mədrəsələrin müdərrisləri, o mədrəsələrin müəllimləri o qədər kamil idilər ki, hətta Avropa dillərini bilirdilər. Və nəticədə o qədər böyük bir üsyan baş verdi və üsyan haqqında Aleksandrov familyalı bir generalı yazısını oxudum. Deyir ki, imperator o qədər əndişələnmişdi ki, dünyanın heç yerində bu qədər balaca bir əraziyə, yəni Rusiya ilə müqayisədə bir barmaq qoyulacaq qədər yerdir balaca Balakən Zaqatala. Bu əraziyə 7 general göndərildi. 7 hərbi səhra işləri aparan generallar göndərildi. Niyə? Çünki bu insanları sındırmaq və dəyişdirmək mümkün deyildi. Baxın, burada məktəbdən çıxanda önündə gördüyünüz o minarəli məscid varmı? O məscid məhz həmin üsyandan sonra inşa edilibdir. Orada bəlkə bir balacası var idi. Burasını da araşdıranda nə çıxdı ortaya? Rusiya nə qədər adamı qırdı? 18 nəfəri qaladı dar ağacından asıbdı. 1000 nəfəri Balakəndən Zaqatalandan, xüsusən Balakəndən düşür ən çoxu, 1000 nəfər adamın evini dağıdıb daş üstə qoyurlar, bağında bütün meyvə verən ağacları kəsirlər ki, cinəyə heç nə olmasın, ölsünlər və bütün ailəsinin nəslini Sibirə sürgün ediblər. Amma adamları qıra bilmədiklərinə görə imperatora bu yazılan danoslardan, informasiyalardan sonra, Fon Plotda və digərlərin yazılarından sonra, Varantsovun təkliflərindən sonra deyir ki, hiss olunmadan dinlə bağlı məsələni və məktəbləri buraxın. Yəni, daha dəyməyin, daha qırmayın da, qırdıqca bunlar daha qatı şəkildə bizə qarşı dirənirlər, daha uzaqlaşırlar. O mübarizənin nəticəsində Balakəndə Zaqatalada ən nadir memarlıq nümunələri inşa edilibdir. O minarəli məscid. Baxın, biz elə bilir ki, məscid sadəcə ibadət yeridir. Deyil, qəti şəkildə sizə deyirəm, bir tədqiqatçı kimi deyirəm. Məscid daha çox elm öyrənən yeridir. Çox təəssüf ki, bugün bizim televiziyadakı, məsciddəki dindarlarımızın 99%-i bizə Qur'anı və dinimizi gərəyincə anlatmırlar. Ən böyük elm Qur'anın elə adında yazılıbdır. Oxu, elm oxu, öyrən. Bizə namaz qıl, oruç tut sözündən başqa bir sözü bütün gün onu təkrarlayıb dururlar. Amma elmi öyrən. Baxın, bir gün məktəbdə uşaqların birisi əzan çəkiləndə gördüm ki, dərs pozuldu, başlarında bir salavat gətirib, dedim, oğul eləmə və fikrimi izah edirəm sizə. Oxuduğum o böyük alimlərin əsərlərindən çıxartdığım nəticə nədir bilirsinizmi? İbadətlərin ən fəzilətlisi elmdir. Əgər elmlə məşğulsansa, bütün ibadətlər ondan sonra gəlir. Yəni, biz burada dərs keçiriksə, istənilən ibadət ondan sonradır. Niyə? Allah buyurur, ibadət təkcə sənin üçündür. Lakin elm hər kəs üçündür. Yaxşı bir alim, yaxşı bir müəllim nə qədər insan yetişdirə bilər. Onun üçün sizdən ricam, mən dini yetərincə öyrənmiş və hər gün dindarların yanında indi ərəfşinizdə bir yerdə olacaq bütün günümüzü şəkildə. Olmuş bir adam kimi deyirəm. Dinimi sevirəm, tarixini sevirəm. Amma nə olur da dinlə bugün bizə sığınan şeyləri ayıra biləsiniz. Əgər yaxşı dindar olmaq istəyiriksə, ən yaxşı şagird olun. Ən yaxşı oxuyan adam Allahın qatında, onun sevdiklərin qatında ən yaxın, ən sevimli adamıdır. Allah dostu deyilən adamlar hamısı alimlər olurlar. Yəni, ən azı elmi öyrənmək anlamında. Yəni, sizə demək istədiyim şeylərdən deməli, Hacı Murtuz'u dedik ki, Hacı Murtuz evində
Onun evi başdan ayağa bir elmdir. Fizika, riyaziyyatı öğrenmek için size elə maraqlı bir şeyler diyeceğim ki, Mimar Sinan 1540-cı ildə Osmanlı Sarayında baş mimar təyin olmuşdu. Niye? Çünkü öz dövrün bütün elmlərin fövqündə dururdu o, həndəsə elminin. Çok qəribə ki, Hacı Murtuz Mimar Sinan'ın yazdıklarından xəbərdar idi. Necə xəbərdar idi? Hacı Murtuz'un evi bir təbii təpənin üzərində və təpənin üzəri təmizlənərək altındakı süxur üzə çıxarılıbdı. Ev süxurun üzərində bu şəkildə inşa edilibdi. Əslində ev belə inşa edilməliydi deyək ki, amma uzunluğuna inşa elədi deyək ki, şərqdən qərbə. Niyə? Təbii zəlzələlər baş verəndə coğrafiya müəllimləri burada məndən yaxşı bilirlər onu. Bərk süxurlar, yəni bütöv oynayır. Loru şəkil edilsək. Evlər nə vaxt dağılır, ona o patlananda çat düşdüyü zaman dağılmağa məcburdur. Evi süxurun üzərində hesablayaraq tikibdir. Mimar Sinan'ın 1540-cı ildə inşa etdiyi heç bir şey bütün zəlzələlərdə dağılmadı, amma başqalarının, nə bilim, ən məşhur mimarların tikdiləri dağıldı və yaxud da çat düşdü. Baxın, gerçək elm nədir? O elm əslində İslam dini ilə bərabər öyrənilən elmdir. Bir de bir şey var ki, ne olar məktəblərdə bəzən yanlış bir şey olur ki, biz İslam dini deyəndə elə bilir ki, ərəblərin adəti ənəsi. Xeyr, İslam qəti şəkildə ərəblərin adəti ənəsi deyil. İslam onu qəbul edən bütün xalqlardan götürən mədəniyyətin, adətin, ənənənin, məsələn, Dədə Qorquddan o qədər çox şey var ki, İslam onu götürübdür. Cənnət ananın ayaqları altında sözü, bəli, bizim Dədə Qorqud dastanındakı Xaqanın sözündən daha sonra yaradılıbdır. Orada nə deyir? Düşmənə deyir ki, anamı ver, savaşmayın. Yəni, hər şeyim sənin, axçalarım, sarayım, qoyun sürülərim sənin olsun. Baxın, yəni, bizim özümüzün tariximizi öyrənmək daha vacibdir ki, yəni, İslama da yaradıcı tərəfindən baxmağımızın çox faydası olardı. Və Zaqatala ilə bağlı gəlirəm, bir şeyi də sizlərə demək istəyirəm, çünki onu da təsadüfən arxив materiallar əsasında öyrəndim. Biz Balakənlər biraz bəzən inciyirik ki, deyəndə ki, Zaqatala biraz irəlidir deyə, yəni bunu biz etiraf edirik. O parka gedəndə, orada oturanda, duranda, əyləşəndə Balakən küçəsi, Balakən qapı küçəsi, bir də meydan küçəsində hərəkət edəndə bunu görərsiniz. Amma tarixi səbəbi varmış və bu da bizdə gizlədilirmiş. 1851-ci iyul ayının 2-sində imperatorun fərmanı ilə Cənubi Qafqazda ilk dəfə şəhər statusu Zaqatala verildi. Bakıya 1878-ci ildə verildi. Bakıya şəhər statusu 1878-ci ildə verildi. 1851-ci iyulun 2-si niyə? Bax, bu bölgənin o xüsusi strateji əhəmiyyətinə görə. Bu bölgə Türkiyə üçün çox ciddi bir nöqtə idi. İran üçün çox ciddi nöqtə idi. Yəni, dağlar və o tərəfə böyük Rusiya, o anlamda Zaqatala qalası bölgənin ən böyük hərbi strateji məntəqəsi idi. O məntəqəyə görə və ilk park da Bakıdan daha əvvəl Zaqatala şəhərində. Yəni, şəhər statusu veriləndə orada maddələrdən birisi, orada parkın salınması, bir də küçələrdə gecə lampaların yandırılması idi. Gecə yandırılma səhər 2 dənə o qədim küçələrdə digərləri adlarını bilmədim. Birisi Balakən qapı, digər meydan. Yəni 1851-ci iyul 2-sinə başlayaraq o küçənin aşağısına qədər, o çıxış qapısına qədər orada işıqlar yandırılırdı. Yəni lampalar, neft lampaları yandırılırdı. Bütün bunlar üst-üstə gələndə bölgə insanının mədəniyyətini, elmini və təhsilini göstərən şeylərdir. Çox təəssüf ki, mən çox şey izah edə bilmirəm sizə adamların elmi ilə bağlı ki, Ömər İbn Məhəmməd Əl-Katiyəfinin kitabında yazılanları bir neçəsini oxuyanda mən heyrət elədim ki, adam bugün bizim akademiklərin dediyi səviyyəsində düşüncəyə sahibdir. Amma təəssüf ki, mən o dəqiq elmlər bilmədiyimi görə susuram. Və burada gördüyünüz başqa bir portret ki var. Bu şəkli təxminən 30 il əvvəl ilk dəfə şəklin balaca bir orijinalını tapmışdım. Sonbahar müəllimənin sandığında, o ömrün son vaxtlarında bir müəllim olaraq çox istəyirdim. Məncə çox gənc yeni gəlmişdim ora. Evinə apardı. O məktəb onun atasının evidir, qazma bir nömrəli məktəb. Bu adamın şəxsi mülkü olubdu. Orada 15-20 dənə otaq var idi. Və adam o qədər yüksək ziyalı idi ki, yəni indi bizə aydın olur. Bir adamların üzünə diqqət edin. Bəzən bir ifadə işlənir, deyir ki, adamın üzündən nur yağır. O söz boşuna deyilmir. İnsanın iç enerjisi
onun sanki üzündən görünür və onun çevrəsində bir aura formalaşır. İnsanlara bu təsir eləyirdi. Baxın, o adamlarda, adam Qorməllər seminariyası bitirmiş bir adam. Niyə biz Qorməllər seminariyası bitirən adamların çoxunu bilirik, amma Balakəndə elə birisini bilmirik? Bunun səbəbi Rusiyanın bu bölgə ilə bağlı qoyduğu xüsusi tendensiya var. O bölgədəkiləri, o bölgənin tarixini o insanlar bilməməlidir. Sizlərə bir kitab tövsiyə edirəm, əgər oxumayıbsınızsa, böyüklük kiçiklik. Lester Blanche adlanan bir məşhur Avropalı yazar var. Lester Blanche 2 il Dağıstanda Şamilin doğulduğu və vuruşduğu kəndlərdə yaşayıb gecə və gündüz, Avropalı olsa da. Cənnət qılıncların kölgəsində də belə bir əsəri var, 1800 səhifəlik. Orada bir fikir var. Deyir ki, bu bölgənin insanları öz gerçək tarixlərini bilsəydilər, qürurdan ürəkləri partlayıb ölərdilər. Yəni, nəyi demək istəyib? Mən Lester Blanche belə məlumatlı olmuşdur, Rusiya nədən çəkinir deyə. Mən çox təəssüf edirəm ki, mən yol getməli olduğuma görə fikrimi bitirməyə məcburam. Amma sizlərə daha bir dəfə də bir mövzu, bir Yunus Emre ilə bağlı filmin, kitabın tərcümasını çox istəyirəm ki, sizlərlə görəsiz, tanış olasınız. Bir də biz prezidentin verdiyi bir fərman var, şəhərsalma və memarlıq ili elan olunur. Onunla bağlı biz akademik səviyyədə bir yazı hazırlamışıq, yazımız xarici ölkələrdə çap olunacaq və Qaxın İcra Hakimiyyətinin təşəbbüsü ilə Zaqatalada biz universitetdə o seminarı, o konferansı keçirdik. Şəhərsalma, Balakən Zaqatala bölgəsinin qədim şəhərsalma və memarlıq tarixindən. Bu çox nadir bir mövzu, çünki o mövzu ilə bağlı sizlərin qarşınızda olmağı arzulayıram. Mövzunu sizinlə bir yerdə araşdıracağıq. Və bu mövzunu araşdırmağımın səbəbi nədir? Çox gec bir zaman içində, yəni bunları ortaya çıxara bildim və bu bizim milli sərvətimizdir. Yəni bölgənin tarixi dəyəridir, Azərbaycanın tarixi dəyəridir. Onun üçün mövzumuz da belə idi. 18-19-cu əsrlərdə Balakən Zaqatala bölgəsində məktəb, təhsil, elm, irfan nümayəndələri, yəni dövrün elm və irfan nümayəndələri. Bütün bunları sizə izah eləmək üçün öncə biraz daha uzaqdan başlamaq lazımdır. Yəni daha uzaqdan dedikdə, etnoqraf alimlərin bir fikri var ki, hər bir insanı yaşadığı mühit formalaşdırır. Və mən tez-tez rast olduğum bu elmi mərkəzlərdə bir enerjisi var. Bu enerji son dərəcə ilahiden gələn çox böyük və çox gözəl, müsbət bir enerjidir ki, onun yaranmasının səbəbi yaşadığımız bir təbiətdir. Yəni, yeri göy yaradan Tanrıya və onun verdiyi bu təbii şəraitə şükürlər olsun və onun da, yəni onunla balans olaraq burada insan cəmiyyəti, bəşər övladı, inkişafı mənim bildiyim qədərincə dünyanın bir çox yerindən, hətta bizim Roma, Yunanistan dediyimiz yerindən yeri gələndə müqayisələr eləyəcəm sizlərə ki, istəyirəm bəzən sizə qısaca qeydlərindən bəzi məsələlərə toxunum ki, mən də bir müəllim olaraq yay müddətini Akademiyanın arxeoloji qazıntılarında iştirak eləmişəm. 2010, 11, 12 və 13-cü illərdə Balakən rayonunun Qazma kəndində, Kortala kəndində, Katev kəndində və onların bir nəticəsini deyirəm sizə. Polşa mənşəli Ukraynalı bir antropolog Dimitri buradakı insanların skeletlərini, xüsusən kəllə skeletlərini araşdırdığı zaman, kəllə sümüyünü araşdırdığı zaman özünün heyrətli olduğunu hiss eləyəndə soruşdum ki, Dimitri, bir kəllə sümüyündə nə var ki, bu qədər səni həyecanlandırır? Qayıtdı ki, mən hər şeyi deyə bilmərəm, çünki antropoloqlar bildikləri şeyləri deyə bilməzlər. Çünki onlar skelet üzərində ölçülərə görə onun yaşını, cinsini, milli etnik mənsubiyyətini və harada doğulduğunu belə müəyyən edə bilirlər. O bir sirdir. Amma biz yaxın bir həmfikir olduğumuz üçün izah elədi və mən də heyrətləndim. Cümlənin dil necə ola bilər? Deyirəm, nəyə heyrətlənirsən? Deyir, 2500 il əvvəl bu bölgədəki bu insan bütün parametrləri üzrə dünyanın ən gözəl, ən simmetrik üzə sifətə malik olan bir insanıdır. Yəni, fizioloji cəhətdən insanın formalaşması ən mükəmməl şəkildədir. 2500 il əvvəl. Yəni 2500 il əvvəl, yəni insanların biraz əli, ayağı, üzü, bədəni biraz nataraz görünürdü. Çünki daha çox fizik işlə məşğul olurlar. Amma buradakı insanın bu qədər mükəmməl olması o antropoloqu heyrətləndir və deyir ki, bunun altında bir çox sirlər var ki,
Bu hələ elm bunu ortaya qoymuyor. Yavaş yavaş mən də araşdırdıqca bəzi şeylərlə tanış oldum və bildim ki, bəzən məqsədli, bəzən məqsədsiz şəkildə bu bölgənin gerçək tarixi yazılmır və yaxud da yazılmasına icazə verilir. Təbii ki, bu daha çox Rusiyanın, qonşuların daha çox təsiri ilə baş verir. Və gedişdə bəzi şeyləri sizlərə izah edəcəm. Baxın, mən sizə yalnız bir Yunan tarixindən Eschilin Zəncirlənmiş Prometey əsərini bilirsiniz eramızdan əvvəlki yüzilliklər. Zəncirlənmiş Prometey əsərində Yunan allahlarının başçısı Zevs Prometeyi Qaf dağına zəncirləyir. Niyə ki? Yəni, bu mifologiya əslində Yunanların daha başqa bir sivilizasiyanı, mədəniyyəti bildiklərini göstərirdi. Və başqa bir detalı deyirəm ki, biz 2011, 12, 13-cü illərdə Oğuz rayonu Kərimli Kurqanında arxeoloji qazıntı apardığımız zaman bəli, bugün bəşər tarixini dəyişəcək bir faktlar əldə elədik. Amma təəssüf ki, dərslikdə bu qədər dirənişdən sonra yalnız bir dənə cümləni oxumuşam hələlik dərslikdə. Kərimli Kurqanı, amma Kurqanın Şumer izləri haqqında heç bir kəlmə deyilmir və sizə qısaca detalını deyirəm. Dünyada cəmi 4 dənə nümunə Şumer hökümdarının Kurqanı açılıb və onların üçü Mesopotamiyada bildiyimiz ərazilər, birisi Azərbaycandadır. Və o zaman yazdığım bir elmi nəticə var idi. Bu, ya Şumer mədəniyyətinin paralelidir, ya Şumer mədəniyyətindən öncəsidir. Təbii ki, biraz səhv qarşılandı, amma son günlərdə Şumerlər və Şumer Azərbaycan əlaqələrindən bağlı bir məqaləmiz çap olundu, bir kitab çap olundu və indi hətta Türkiyədə belə müəyyən dərəcədə bir elmi dairələrdə müzakirələr gedir ki, burada çox ciddi bir məntiq var. Var. Çox təəssüf ki, çox gec olacaq. Heç bilmirəm ki, mənim belə zamanım çatacaqmı, onların doğru olduğunu biriləri etiraf eləsinlər. Amma gəlirəm, biz məktəbdən danışacağıq. Bir cümləni deyirəm sizə. Bu cümləni keçən il bir tədbirdə, keçən il ondan əvvəlki bu məktəbin zalında demişdim, amma biraz indi detallı izahını vermək istəyirəm. Alman mənşəli Rus generalı Von Plotko 19-cu əsrin birinci yarısında Rus imperatoru tərəfindən Qafqaza göndərilir. O bütün Qafqazı gəzir və onun yazdığı bir əsər var. Zaqatala dairəsinin təbiəti və əhalisi. Əsər qəti qadağan yalnız arxivdə tədqiqatçılara verilən bir əsərdir. Çünki burada olan reallıqlar yazılıbdır. İstəmirlər ki, o reallıqları insanlar bilsinlər və bugün də istəmirlər hətta ki, biz arxivində də, Rusiyada da. Von Plot da yazıbdır ki, Qafqazın bütün xristiyan kəndləri ilə müqayisədə, xristiyan kəndləri dedikdə söhbət Gürcüstandan gedir. Gürcüstan və ta ki, Yunanistana qədər olan ərazilərdən bugün dünya onları daha çox bəlkə də önə dartmağa çalışdığını bilirik yaxın illərə qədər. Amma biz çox geridə görünürdük. Yazır ki, o kəndlərlə müqayisədə Zaqatala dairəsinin, yəni Balakən Zaqatalanın əhalisi daha mədəni, daha elmli, daha əxlaqlı və daha mədəni.